Xoş gördük, əziz həmvətənlərim. Əgər bu videonu görürsünüzsə, maksimum paylaşın. Mən prim üçün burada oturmamışam. Yəni, hər zaman maarifləndirici videolar çəkib ictimaiyyətə sosial şəbəkə vasitəsilə çatdırıram. Və bugünkü gündə də bir jurnalist qızımız haqqında danışacağım. Bildiyiniz kimi, bugün səhərimiz qara açıldı. Həqiqətən mən çox pis oldum. Bəzi qara güruflular buradan demək istəyirəm, sevinməsinlər. Hər bir çətinlikdən sonra bir rahatlıq gəlir. Yəni, hər bir çətinliyin sonu bir nurdur, bir işıqdır, bir gözəl bir sabahı olur. Yəni, bunu qulaqlarında sırq eləsinlər. Sadəcə mən demək istəyirəm ki, xalqın aynasını, xalqın səsini, xalqın problemlərini işıqlandıran bir jurnalisti, yəni zəif mi gördünüz? O əxlaqsızlığı təbliğ edən bəzi dırnaq arası qəhrəmanların efirləri niyə bağlanmır? Səidə Bəkir qızının kanalı bağlanır. Niyə? Bu suala cavab verə bilir misiniz? Niyə o baboş kimlərini, digər o ünsürlərin efirlərinizə çıxardıb Minoqqadan reyting xətrinə Minoqqadan çıxardanların efirləri bağlanmır. Niyə? Onların həcciləri mi var? Həcci sponsorları mı var? Səidə xanımın efiri bağlanır. Səidə xanımın daydayı yoxdur. Səidə xanımın Allahı var. Səidə xanım bu yerlərə öz biləyi ilə gəlib çatıb. Bizim kimi oğullar Qarabağda əlində silahla vuruşanda Səidə xanım kimi gözəl, əqidəli, təmiz insanlar əlində qələmlə vuruşurdu. Xalqın səsini çatdırırdı. Bu qədəmi zəif gördünüz. Bu qədəmi gücsüz gördünüz. Hücuma keçdiniz. Hünərini çatır o dırnaq arası qəhrəmanların efirlərini bağlayın da. Niyə bağlaya bilmirsiniz? Buradan sözüm o insanlaradır ki, Allah birini ucaldırsa, onu kimsə endirə bilməz. Və Səidə xanıma da buradan demək istəyirəm ki, siz doğru yoldasınız. Və haqq, ədalət bir gün öz yerini tapacaq. Çünki siz vətəninə, millətinə, dövlətinə təmənnasız xidmət edən bir jurnalistsiniz. Və jurnalist adını hər zaman uca tutun. Təşəkkür edirəm.